Salam şagirdlər. Bugün tənliyə aid maraqlı bir misalın izahına, yəni həllinə baxacağıq. Demək, misalımız belədir. 21 çıxılsın, 200 bölünsün, mötərizə daxilində 13x minus mötərizə daxilində yenə 2x minus 3 vurulsun 5, üstə gəlsin 4 bərabərdir 16. Bu tipli tənlikləri necə həll edəcəyik? Demək, birinci, bax, birinci nə görürük? 21'i görürük. 21'dən arada çıxma işarəsi var. Sonra isə 200'ü bu mötərizə daxilindəki alınan ədədə bölüb, həmin qisməti 21'dən həmin burada alınan qisməti çıxıb 16 alınıb. Yəni, qısaca 21'ə azalan kimi bu 200'ə qədər olana isə çıxılan kimi baxacaq, 16'ya isə fərq kimi. Deməli, 21 oldu azalan, 200'ü bölürük bu mötərizə daxilindəki ifadə hamısı bir yerdə çıxılan, 16 isə fərq olur. Deməli, azalanımız 21'dirsə, çıxılanımız nə olub ki, 21'dən onu çıxıb, yəni 21'dən buradakı ifadənin qiymətini çıxıb 16 alınıb. Təbii ki, burada da demək 21'dən 5 çıxmışıq ki, cavab 16 alınıb. Onu da belə yazırıq. Demək, tapdıq ki, buradan bura qədər olan ifadənin qiyməti, yəni bu çıxılanımız 5'dir. 21 azalanımızdan 5 çıxılanını çıxmışıq, fərqimiz 16 alınıb. Böyle yazırıq, 200 bölünsün 12x minus 2x minus 3 vurulsun 5, üstə gəlinsin 4, bərabərdir 16. Daha doğrusu, üzr istəyirəm 5. Çünki tapmışdıq ki, çıxılanımız 5'dir. 200'ü nəyə böləndə, bax burada da nə? Eyni yolla gidirik. 200'ü buradakı bu mötərizə daxilindəki ifadənin qiymətinə bölüb, neçə almışıq? 5. 200'ü nəyə böləndə 5 eləyir? 40'a. Deməli, nə oldu? Mötərizənin içərisindəki ifadənin qiyməti demək ki, 40'dır. Bax, görürsünüz, çox sadədir. Sadəcə ardıcıllığı tutmaq lazımdır. Biraz da məntiqlə yanaşmaq lazımdır. Vurulsun 5, üstə gəlsin 4, bərabərdir 40. Demək, bura qədər gəldik. Demək, bildik ki, bu qiyməti 40'a bərabərdir. İndi isə normal olaraq ardıcıllıqla bildiyimiz yollarla istifadə edərək x-imizi tapacağıq. Gəlin birinci, bax burada birinci toplama, həm çıxma, həm toplama, həm vurma varsa, bilirik ki, əməllər ardıcılığı sırasında birinci vurma varsa, vurmanı edəcəyik. Onda və həmçinin diqqət edəcəyimiz əsas məqam isə burada mənfinin olmasıdır. Bax, bunu vurduq. Bax, bura qədər başa düşdük. Vuracağıq, mötərizənin daxilindəki hər bir ifadəyə alacağıq. Lakin buradakı mənfini unutmamalıyıq ki, mənfi mötərizənin əvvəlində olarkən işarələri əksinə dəyişəcək. Onda belə olur. 13x minus 5'i vurduq 2x-ə eləyir 12x. Buradakı mənfiyə görə də mənfini də qoyduq, olur mənfi 12x, yəni çıxılsın. Sonra buradakı 5'i buradakı mənfi 3'ə vuranda neçə eləyir? Eləyir 5'i vuruq mənfi 3'ə eləyir mənfi 15. Mənfi 15 eləyir, amma burada da bir mənfi var idi. Yəni çıxılsın. 2 mənfi bir yerdə nə olur? Müsbət olur. Demək olacaq, üstə gəlinsin 15. Aha, deməli açdıq mötərizəni də. İndi buradakı bir dənə 4 qaldı. Bərabər eləyirik 40. Demək, bura qədər tapdıq. Daha doğrusu gəldik. İndi normal olaraq məhsullar bir tərəfə, məlumlar bir tərəfə. 18'dən 12'si çıxanda neçə eləyir? 3x. 15'in üstə 4 gələndə neçə eləyir? 19. Buradakı 19 nədir? Müsbətdir. Bəs
buradakı 19 bu tərəfə keçəndə nə olacaq? İşarəsi əksinə dəyişəcək. Yəni buradakı ədədi 40-dan çıxacaq. O deyir 10, 40 çıxılsın 19. 3x də təzədən bərabərdir yazırıq. 40-dan 19 çıxanda neçə yer? 21. 3x bərabərdir 21-ə. Bəs o zaman x nəyə bərabər olur? 21-i də bölürük 3-ə. Cavab eləyir 7. Bitti. Deməli, x-imiz 7 alındı.